Urok 6. Cədvələ baxaq, qrammatika. Таблица 1, cədvəl 1. Новые глаголы в настоящем и прошедшем времени. Yeni feillər indiki zamanda və keçmiş zamanda. Birinci feilə baxırıq, говорит demək, danışmaq. Я говорю, ты говоришь, он, она говорит, мы говорим, вы говорите, они говорят. Şəxsi vəzifələrinə görə dəyişirik bunları. Mən danışıram, sən danışsan, o danışır, biz danışırıq, siz danışırsınız, onlar danışırlar. Keçmiş zamanda on говорил, kişi cinsini göstərir, o danışdı, o dedi. Ana говорила, qadın cinsi, они говорили, burada cəmdə göstərir. Sonra çitać feilini verir, çitać, oxumaq, üzündən oxumaq, kitab oxumaq, qəzet oxumaq, jurnal oxumaq. Yəni çitać feilini biz məktəbdə oxuyuram deyə bilmərik. Məktəbdə təhsil alırıq deyə bilərik, ya uçuz. Amma çitać sırf kitab oxumaq, qəzet oxumaq deməkdir. Я читаю, ты читаешь, он, она читает, мы читаем, вы читаете, они читают. Mən oxuyuram, sən oxuyursan, o oxuyur, biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Və sonda da keçmiş zamanda verib, çital, çitala, çitali, kişi cinsi, qadın cinsi və cəmdə oxudu deməkdir. Думать, fikirləşmək. Я думаю, ты думаешь, он, она думает, мы думаем, вы думаете, они думают. Mən fikirləşirəm, sən fikirləşirsən, o fikirləşir. Biz fikirləşirik, siz fikirləşirsiniz, onlar fikirləşirlər. Думал, думала, думали, keçmiş zamanda kişi cinsi, qadın cinsi və cəm. Fikirləşdi deməkdir. Keçdik, изучать, öyrənmək deməkdir. Я изучаю, ты изучаешь, он, она изучает. Vurğulara baxın, alar uzadırıq. Мы изучаем, вы изучаете, они изучают. Mən öyrənirəm, sən öyrənsən, o öyrənir, biz öyrənirik, siz öyrənirsiniz, onlar öyrənirlər. Изучал kişi cinsində, изучала qadın cinsində, изучали cəmdə. Понимать başa düşmək deməkdir. Yenə də şəxsə görə dəyişəcəm. Mən, sən, o, biz, siz, onlar. Понимаю, понимаешь, понимает. Понимаем, мы понимаем. Вы понимаете, они понимают. Keçmiş zamanda понимал, kişi cinsi, понимала, qadın cinsi, понимали cəmdə. Писать, yazmaq deməkdir. Я пишу, ты пишешь, он, она пишет. Мы пишем, вы пишете, они пишут. Писал, geçmiş zamana keçdik. Писала, писали. Və sonuncu moç, bacarmaq deməkdir. Я могу, ты можешь, он, она может. Мы можем, вы можете, они могут. Mən bacarıram, sən bacarsan, o bacarır, biz bacarırıq, siz bacarırsınız, onlar bacarırlar. Mog kişi cinsində, magla qadın cinsi, magli cəmdə. Tablica 2-yə baxaq. Yazıki, прилагательные наречия. Yazıki dil deməkdir, dillər. Burada demək, какой язык, hansı dil? Sualı belə qoyarkən rus dili cavab adlı halda olur, dəyişmir. Ruski yazık, yəni rus dili. Angliski yazık, İngilis dili. Fransuski yazık, fransuz dili. Nemetski yazık, Alman dili. Kitayski yazık, Çin dili. Yaponski yazık, Yapon dili. İspanski yazık, İspan dili. Məsəl üçün, это russki yazık, bu rus dilidir. Ya люблю испанский yazık, mən İspan dilini sevirəm və s. adlı halda olur. Bu vaxtda dəyişmir bu sözlər, söz birləşmələri. Amma как deyərkən, yəni necə, onlar necə danışdılar? Как они говорили? Они говорили по-русски, onlar rusca danışdılar. Po, cə şəkilçisidir. По-английски İngilizcə, по-fransuzski fransuzca, по-немецki Almanca, по-kitayski Çin dilində, по-японски Японca, по-испански İspanca. Мы изучаем по-русски. Она, допустим, говорит по-английски. Biz rusca öyrənirik, o İngilizcə danışır və s. Bu qaydada olacaqdır. Keçdik tablica 3-ə. Qlaqolu учиться и изучать. Учиться təhsil almaq, изучать öyrənmək deməkdir. İki feili veribdir burada bizə. Kənardan yazıb где учиться. Yəni ki, учиться feilinə harda təhsil almaq
sualı belə qoya bilərik. Где harda deməkdir. Və cümlədə işlədərkən я учусь в школе, mən məktəbdə təhsil alıram. Ты работаешь или учишься, sən işləyirsən yoxsa təhsil alırsan. Где ты учишься, sən harda təhsil alırsan. Kimi qoya bilərik biz sualları. Amma изучать feilinə yenə kənara baxsaz görəcəksiniz. Где изучать, harda öyrənmək kimi sual qoya bilərik. Misal üçün, я изучаю русский язык, mən rus dili öyrənirəm. Я изучаю русский в школе, mən rus dilini məktəbdə öyrənirəm. Что ты изучаешь в школе, sən məktəbdə nə öyrənirsən? Bu qaydada sual qoya bilərik.